Bismillahirrahmanirrahim. Əziz möhtərəm dinləyicilər, bu günləri günah barəsində sizlərlə danışmaq istəyirdim. Əslində, günah, nələrin günah olduğu çox önəmli deyil. Biz günahın əsl mahiyyətini dərk eləməliyik. Günahın bizim həyatımızdakı mənfi təsirlərini öyrənməliyik. O zaman insan nələrin günah olduğunu, nələrin günah olmadığını bildikdə onlardan artıq özü çəkinəcək. Lakin insan günahların sayını əzbər bilsə belə, günahların nələr olduğunu əzbər bilsə belə, günahın mahiyyətini dərk etməyənə qədər insan günahdan çəkinə bilməyəcək. Ona görə əslində biz günahın əsli həqiqətini öyrənməliyik, günahın mənəvi təsirlərini öyrənməliyik. Ərəb dilində günah, zəmb, ism, mə'siyyət sözləri ilə ifadə olunur. Bizim öz dilimizdə bunları tərcümə eləsək, xəta, itaətsizlik, üsyankarlıq kimi bunları məna eləmək olar. İtaətsizlik qanunlardan boyun qaçırtmaq, qanunlara tabe olmamaq, onların əksinə getməkdir. Bəzi alimlərin nəzərində günah rəva görülməyən və yaramaz işlərə düçar olmaq deməkdir. Lakin şəriət nöqteyi nəzərindən günah insanın qeyri-şər'i əməllərə mürtəkib olmasıdır. Yəni Allahın bir həddləri var, o həddlərin çərçivəsindən çıxması insanın itaətsizliyi günah hesab olunur. Əlbəttə, müasir dünya alimləri ilə şəriət alimlərinin günaha baxışında çox böyük bir fərqlər var. Müasir dünya alimləri ictimai nizam-intizamı pozan hər bir işi icra etməyə günah hesab edirlər. Əsasən dünyəvi prinsiplər üzərində bu məsələ öz əksini tapır. Məsələn, Can Markizə özünün Cinayət kitabında günahın barəsində belə bir fikir yazmışdı ki, hər kəs qanunun sərhədlərini aşıb ona qarşı çıxarsa, ictimai nizam-intizamı pozmuş olur və onun bu əməli qazilərin nəzərində günah hesab olunur. Və yaxud fransız alimi Karl yazır ki, günah nizam-intizamı əməl etməməkdir. Belə ki, günah ictimai yaşayış qanunlarına iradi yaxud qeyri-iradi şəkildə pozulmasına deyilir. Yəni, insan bilərək və yaxud bilməyərək ictimai nizam-intizamı pozarsa, bu günah hesab olunur. Bu, əlbəttə, dünyəvi qanunların məsələsindədir. Təbii ki, dinimiz də dünyəvi qanunlarda insanların ictimai qanunlara riayət etməsini qətiyyətlə tövsiyə eləyir. Hətta bir ruhani bu hadisəni danışır, deyir, böyük dövrünün alimlərindən birini deyir, mən öz maşınımla bir tədbirə aparırdım. Tədbirin vaxtına çox az qalmışdı, biz tələsirdik. Mən işıqforun qırmızı işığında keçdim. Keçdikdə gördüm ki, həmin alim çox narahat oldu, hiss elədim ki, çox narahat oldu. İkinci işıqforda qırmızı işıq idi, çox tələsirdik deyənə, mən bunu da keçəndə həmin alim sərt şəkildə mənə dedi ki, dayan, geri qayıt. Dedim ki, ustad, niyə? Axı, siz çox tələsirsiniz, mən istəyirəm siz tədbirə gecikməyəsiniz. Dedi ki, xeyr, insan dünya qanunlarını pozmağa adət edərsə, Allahın qanunlarını da pozacaq. Bu işdən mütləq çəkinməlisən. Təbii ki, dinimiz dünya qanunlarına da çox həssas yanaşır. Lakin əsas məsələ ilahi qanunlardır. İlahi qanunlar barəsində Qurani-Kərimdə kifayət qədər bizim ayələrimiz var. Onlardan biri Qurani-Kərimdə Nisa surəsində Allah mütəal buyurur, Tilkə hududəllah. Bunlar Allahın hədləridir. Hər kim Allahın sərhədlərini, Allahın hökmlərini
pozarsa, Allahın peyğəmbərinə itaatsizlik göstərərsə, Allaha itaatsizlik göstərərsə, onun üçün əbədi bir cəhənnəm vardır. Bunun əksi, hər kəs Allaha itaat edərsə və onun peyğəmbərinə itaat edərsə, onlar üçün əbədi bir cənnət vardır. Bəzən sual olunur ki, niyə insan həyatda, məsələn, 60 il yaşayıb, 60 il günah edib, buna niyə ömürlük əbədi bir cəhənnəm verilməlidir? Bu biraz insafsız yanaşma deyilmi? Lakin ayə və hədislərdən çıxarışlar bunu göstərir ki, o insanın əsas məsələ məqsədidir, düşüncəsidir. Nəinki onun 60 illik günahlarıdır. Bu insanın düşüncəsi elə formalaşıb ki, Allah bilir ki, bu insana biz 60 il yox, 600 ildə, 6000 ildə, 6 milyon ildə belə ömür versək, bu həmin insandır, bu düşüncənin sahibidir. Bu zaten nə qədər ömrü olsa elə bunu günahda keçirdəcək. Ona görə insan dünyada neçə il günah eləməsindən asılı olmayaraq tövbəsiz gedərsə əbədi cəhənnəmdir. Çünki bu, ölənə qədər bu düşüncədən vaz keçmədi. Düşünmədi ki, artıq mən bu həddlərə riayət eləməliyəm, ilahi qanunlara riayət eləməliyəm. Ona görə də Allah bəndələri üçün əbədi cəhənnəm bəzi hallarda və əbədi cənnət vədləri verib. Demək, günah həm təbii, ictimai, həm də dini, ilahi qanunlardan boyun qaçırtmaq, onlara itaatsizlik etməkdir. Həm bu dünyada və həm də axirətdə bunların cəzaları vardır. Lakin əvvəldən dediyimiz kimi dünyəvi qanunlarla ilahi qanunların arasında bir fərq var. Fərq də bundan ibarətdir ki, dünya qanunlarında bəzi məsələlər var ki, onlar heç ümumiyyətlə günah sayılmır. Çünki dünya qanunlarını yazanlar insanlara bir maddi eynək arxasından baxırlar. Maddi çıxarlar üzündən baxırlar. Mənəvi məsələlər burada o qədər də əhəmiyyətli deyil. Amma İslam dini həm mənəvi məsələlərə yanaşır günah məsələsində və həm də fiziki məsələlərə yanaşır. Bəlkə deyərdim ki, mənəvi məsələlərə daha həssas yanaşır İslam dini. Bu günləri, məsələn, bir nəfər sui-qəsd edib özünü öldürərsə, özünə qəsd eləyərsə, dünya qanunlarında bunun üçün bir cəza tədbir olunmur. Onun üçün bir cəza nəzərə alınmayıb. İnsan özünü öldürüb. Çünki dünya qanunlarına görə o insanın özünü öldürülməsinin bir o qədər də əhəmiyyəti yoxdur. Amma İslam dini onun üçün əbədi bir cəhənnəm vədəsi verib. Ki, inşallah günahın barəsində danışdıqda bu məsələlərin neçünləri biz üçün aşkar oluna bilər. Bu günləri içki istehsal edən insanlar, içki satışı ilə məşğul olan insanlar üçün bir cəza dünya qanunlarına görə tətbiq olunmur. Amma İslam dinində bu fərqli bir məsələdir. Bu günləri öz razılığı ilə, üzr istəyirəm, zina edən insanlar üçün dünya qanunlarında bir cəza yoxdur. Lakin İslam dini bunların hər birinə özü xüsusi cəza tədbirləri vədəsi verib. Həm dünya üçün, həm də axirət üçün. Bu günləri dünyada qeybət üçün, kin üçün, kudurət üçün, nifaq üçün belə bir cəza tədbirləri yoxdur. Həsəd üçün, paxıllıq üçün cəza tədbirləri yoxdur. Amma İslam dinində bunlar hamısı haram hesab olunur. Çünki İslam dini bizim əsasən ruhumuzla məşğuldur. İslam dini bilir, Allah İslamın, şəriətin sahibi bilir ki, Allah mütəal, bu mənəvi xəstəliklər baş verəndə bunlar hərəsi özü özlüyündə bir cəmiyyəti, bir xalqı məhv edə biləcək qədər güclü bir günahdır. Bu günləri dünya düşünür ki, məsələn, bir nəfər oturub bütün hər kəsin qeybətini edir. Etsin də bizim ondan nə işimiz var ki? Amma İslam dini bilir ki, bir nəfər qeybət edirsə, o cəmiyyəti məhv edir. Bir nəfər nifaq salırsa, kin-kudurət salırsa bir cəmiyyətin içində, o bir cəmiyyəti məhv edir. Ona görə
İslam dini bu cür məsələlərdə çox həssasdır. Yenə deyirəm, bəlkə insanların namaz qılmamağına görə, oruç tutmamağına görə o qədər günah müqabilində cəza tətbiq olunmur İslam dinində, şəriətdə. Amma bu mənəvi günahlarda daha ağır cəzalar tətbiq olunur. İmam Baqir əleyhissalamdan da hədis buyurur, Allah Taala şər və pis işləri qıfıllamışdı. Bir otağa sanki cəm edib Allah qıfıllamışdı, çünki insanların əli o günahlara yetməsin deyə. Ardıca İmam buyurur ki, lakin o otağın açarı şərabdır. Ardıca buyurur ki, yalan ondan da daha böyük bir günahdır. Yəni insan bunların mürtəkib olduğu təqdirdə o günahların hamısına yetişə bilər. İmam Həsən Əskəri əleyhissalamdan hədis var ki, bütün günahları bir evə yığsa, o evin açarı yalan olar. Ya bir nəfər Ənsardan gəlmişdi əziz Peyğəmbərimizin yanına. Sual elədi, dedi, ey Allah Peyğəmbəri, mənə elə bir əməl öyrət ki, mən o əməlin vasitəsilə Allaha yaxınlaşa bilim. Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, yalan danışma. Bir kəlmə, yalan danışma. Deyirlər, həmin kəlmə o insanın düzəlməsinə səbəb oldu. Həqiqətən, əgər biz düşünə bilsək ki, bir insan yalan danışmayacaq, o insanın necə günah eləməsini təsəvvür eləyə bilərik. Yəni, bir insan yalan danışmayacaqsa, o heç vaxt rüşvət ala bilməyəcək. Axı, ondan soruşsalar, məcburdur desin, mən rüşvət almışam. Biz yalan danışa bilirik deyənə günahlar eləyirik. Bütün günahlarımızın başlıca səbəbi bizim yalan danışmaq qabiliyyətimizdən irəli gəlir. Düşünürük ki, mən bu işi görərəm, məndən soruşsalar da deyərəm, eləməmişəm. Bu günləri ailələrdəki fəsad, ictimaiyyətdəki fəsad, cəmiyyətlərdəki fəsad, dostluqların içindəki fəsad, yoldaşlıqların içindəki fəsadlar, hərə öz işində, öz sahəsindəki baş vermiş fəsadların əsli kökü həqiqətən yalandır. Bir insan yalan danışa bilməsə, o heç vaxt işini yarımçıq görməz. O işini vicdanla görər. Çünki ondan soruşsalar, deyəcək ki, bəli, bu işi bu cür görmüşəm. Bu günləri bir nəfər bir ev tikir, düşünün, satır. İşi bundan ibarətdir. O evin satanda yalandan deyir ki, məsələn, mən burada filan marka sement istifadə eləmişəm, filan armaturdan istifadə eləmişəm. Yalan danışır, adam alır, illərlə topladığı pulun hesabına bir ev alır, gedir səhər o evdə böyük problemlər çıxır. Demək ki, bu insan yalan danışmasaydı, o işini özü mükəmməl görəcəkdi. Öz işini dəqiq yerinə yetirəcəkdi və insanları da aldatmayacaqdı. Demək ki, dünya qanunlarının nəzərdən qaçırtdığı bu günahlar əslində daha böyük günahlardır. Bu günahlara daha böyük cəzalar tətbiq olunmalıydı. Bu günahlar üçün cəza tətbiq olunsaydı, o zaman heç qanundakı rüşvət alanın cəzası, dava salanın cəzası, cinayət eləyənin cəzasına heç ehtiyac qalmazdı bəlkə də. Ona görə dinimiz bu məsələlərdə daha həssas yanaşır, daha diqqətli yanaşır. İmam Sadiq əleyhissalamdan da hədis buyurur ki, həsəd, tamah və təkəbbür bunlar küfrün əsaslarıdır. Təsəvvür edin, küfr Allahı inkar eləməkdirsə, Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, küfrün əsası 3 dənə günahdır ki, onlar həsəddir, tamahdır və təkəbbürdür. Və İmam Sadiq əleyhissalam bu sözünü əsaslandırır. Buyurur ki, çünki Həzrət Adəmi behişdən qadağan olunmuş ağacın meyvəsini yeməyə və cənnətdən qovulmasına onu tamah vadar elədi. Əgər tamah olmasaydı, o həmin meyvədən yeməzdi və cənnətdən də qovulmasına səbəb olmazdı. Şeytanın Adəmə səcdə etməməsinə təkəbbür səbəb oldu. Və Həzrət Adəmin evladlarının biri digərinin qatili olmasına həsəd səbəb oldu. Baxın, bəşərin əslində ilk cinayətlərinin səbəbləridir bunlar. Ona görə də biz cinayətlərin özünü yox, cinayətlərin yaranma səbəbləri ilə məşğul olmalıyıq və din bu zəmində insanlarla iş aparır. Dinin məğzi nəinki günahla mübarizədir.
günahın əsasları ilə mübarizədir. Biz bir evdə yanğın baş verərkən onu söndürməyə çalışırıqsa, din o evdə ümumiyyətlə yanğın baş verməməsini istəyir. O yanğına səbəb olan amilləri aradan götürmək istəyir. Ona görə dinimizin günah barəsində yanaşması daha mükəmməldir və cəmiyyətlərin islahı üçün daha zəruri bir məsələdir. Dünyəvi günahlarla, dünyəvi qanun pozuntuları ilə ilahi həddləri pozmaq, ilahi şəriətin qarşısındakı günahların ikinci bir fərqi də bundan ibarətdir ki, dünyəvi qanunlarla şəriət qanunları arasında bundan ibarətdir ki, dünyəvi qanunlarda bir insan bir cinayəti törətməyənə qədər ona cəza tətbiq olunmur. Yəni bir insan hər nə qədər günahın barəsində düşünsə, ona cəza tətbiq olunmur. Amma İslam gəlirdi ki, günahın barəsində heç düşünməyin. Nəinki günah etməyin. Deyir, günaha düşünməyin. Həzrət İsa əleyhissalam öz səhabələrinə bir gün dedi ki, Həzrət Musa əleyhissalam öz səhabələrinə deyirdi ki, zina etməyin. Mən sizə deyirəm ki, zina barəsində heç düşünməyin. Dinimizin əsas məsələlərindən də biri odur ki, bizi günah barəsində düşünməyə belə icazə vermir. Ki, insan günah barəsində düşünməsin. Ümumiyyətlə, günah haqqında fikirləşmək qəlbi qaraldır. Qəlbi əgər biz bir ev kimi düşünsək, qəlbi qaraldır. İslam günahın köklərini qurutmağa çalışır. Nəinki günahın özü, əvvəldə dediyimiz kimi, baş vermə səbəblərinin qarşısını almağa İslam dini çalışır. İkinci bir fərq budur. Bir rəvayətdə qeyd olunur, Zeyd Şəhham nəql edir bu hadisəni ki, İmam Sadiq əleyhissalama dedim ki, mən sizdən belə buyurduğunuzu eşitmişdim. Mömin şəxsin niyyəti əməllərindən yaxşıdır. Bunu necə izah edə bilərsiniz? Həzrət İmam Sadiq əleyhissalam buyurdu ki, bəli. Mömin şəxsin niyyəti əməllərindən yaxşıdır. Dedi, ağa, necə ola bilər? Axı, əməli yerinə yetirmək daha çətindir. Oturub düşünməyə nə var ki? Buyurdu ki, xeyr, xalis Allah üçün bir insan niyyət eləsə, o niyyətdə heç bir qatqı olmur. Lakin insan bir əməl yerinə yetirərkən, məsələn, bir ehtiyaclıya əl tutarkən, orada bir göstəri niyyəti də ola bilər. Ona görə niyyət əməldən daha yaxşıdır. Ona görə dinimiz əsasən niyyətlərin üzərində məsələni qurmuşdur. Günahı düşünməyin bizim həyatımızda nə mənfi təsirləri var. Rəsul-i Əkrəmdən də hədis buyurur, əgər iki nəfər müsəlman bir-birini öldürmək üçün ayağa qalxsa, bir-birini öldürmək üçün qılınc çəksələr, biri digərini öldürsə, Həzrət Peyğəmbər Əkrəm buyurur ki, hər ikisi cəhənnəm əhlidir. Soruşdular, ya Rasulallah, bu öldürən cəhənnəmə gedir, başa düşdük, bəs bu ölən niyə cəhənnəmə getsin? Həzrət buyurdu ki, çünki o da bu niyyəti etmişdi. Niyyəti o tərəfi öldürmək idi. Günahsız tərəfi öldürməkdir. Sadəcə fürsət tapmadı. Ona görə dinimiz günahın barəsində düşünməyi belə qadağan edir. Bihar-ül Ənvarda bir məsələnin barəsində qeyd olunur ki, İmam Sadiq əleyhissalam bir hədisdə buyurur ki, bəzən mömin şəxs günah fikrində olduğu üçün Allahın verəcəyi ruzilərdən məhrum olur. Baxın, günahın o əsasını biz öyrənsək, başa düşərik ki, günah sadəcə mənim bu işi yerinə yetirməyim deyil. Günah mənim bütün həyatıma təsir göstərir, bütün cəmiyyətə təsir göstərir, bütün kainatın nizam-intizamının pozulmasına təsir göstərir. İmam Sadiq əleyhissalam buyurur ki, günahı düşünmək insanın ruhsunun azalmasına təsir göstərir. Əlbəttə, bunu qeyd eləmək lazımdır ki, bu hər vaxt belə deyil. Hədisdə buyurur ki, mömin şəxs günah fikirləşəndə ruhusu azalır. Hədisdən belə başa düşülür ki, iman əhli olmayan insanlar günah fikirləşsə də, günah etsə də, onların ruhları
həmişə azalmayacaq. Bəlkə də Allah onlara fürsət verir. Çünki Qurani-Kərimdə ayə var, buyurur Allah Mütəal, tədricən onların bilmədiyi yerdən tələyə salarıq. Bəzən Allah o cür insanlara fürsət verib, mal da verib, mülk də verib, sağlamlıq da verib ki, hər nə qədər bacarırlar, günah eləsinlər. Lakin mömin bu cür deyil. Mömin Allahın daim nəzəri üzərində olan bir şəxsdir. Birdən qəflətə düşsə, bir günahın barəsində düşünsə, Allah ona kiçik də olsa bir xəbərdarlıq eləyir. Ruzisini azaltmaqla, canına bir xəstəlik salmaqla, hər hansı bir problemlərlə üzləşdirir ki, istəmirəm sən günah barəsində düşünəsin. Bir nəfər soruşa bilər ki, Allahın nəyinə lazımdır biz günah edirik ya yox. Məsələ budur ki, Allah biz deyirik, bizi çox sevir. İnsan sevdiyi insanlara qadağalar qoyur. Biz heç tanımadığımız bir uşağa deyərik mi ki, məsələn, bu işi görmə. Biz adətən öz evladımıza deyirik buna. Niyə? Çünki öz evladımızı sevirik. Evladımızı sevdiyimizdəndir ki, biz ona bəzi qadağalar qoyuruq. Bəzi səhv nöqsanlarını görəndə üstünə qışqırırıq. Bəzən hətta cəzalandırırıq. Bu bizim məhəbbətimizdən doğduğu kimi Allah da mömin bəndələrinə qarşı bu cürdür. Allahın mərhəmətindən və məhəbbətindən ki, Allah bəzən cəzalandırır. Çünki istəmir biz günah eləyək. Günah bizim ruhumuzu qaraldır, bizim həyatımızı qaraldır. Həzrət Peyğəmbər Əkrəm buyurur ki, ey Əli, Allahın öz bəndəsinə olan yaxşılıq və kərəmi bundan ibarətdir ki, onun ölümü üçün vaxt təyin eləməyib. Onun üçün bir vaxt, məhdud bir vaxt qoymayıb. Elə ki, o bəndə günah barəsində fikrə düşsə, zehninə gəlsə ki, gedim bir günah eləyim, Allah deyir, onun canını alır. Yəni, Allah imkan verməz ki, o mömin günaha mürtəkib olsun, günahın çirkabına bulaşsın. Hətta bunu günahın barəsində düşünməyə belə bənzədiblər. Bir təzə təmirdən çıxmış gözəl bir evin içində, bir dəmir qabın içində bir od yandırmağa bənzədiblər. O od evi yandırmaz. Amma o tonqal ki, o dəmir qabın içində insan qalayıb, o evi qaraldar. Deyiblər, günahın barəsində düşünmək də bu cürdür. Düzdür, insana cəzalanmasına, qiyamətdə əzaba düçar olmasına səbəb olmaya bilər. Lakin onun ruhunu qaraldacaq. Günahın əsas mahiyyətlərindən də biri odur ki, insanın şəxsiyyətini zədələyir. Bir insan təsəvvür edin, daim günah eləyən insan, onun şəxsiyyət problemi ortaya çıxır. Yavaş-yavaş özündən asılı olmur. Yəni, daim yalan danışan insanlara diqqət edin, daim, məsələn, başqa günah eləyən insanlara diqqət edin. O insanların ruhu o qədər kiçilir ki, artıq özləri də cılızdaşır. Artıq baxanda bu insanda bir şəxsiyyət görə bilmirsən. Ona görə din istəyir bizim şəxsiyyətimizi ucaltsın. Və niyyət məsələsi buna görədir ki, bəzi hallarda insanlar, məsələn, İslam müharibələrində hətta belə bir hallar baş verirdi ki, insanlar cihada gedirdilər, sadəcə məqsədləri Allah deyildi. Məsələn, şöhrət qazanmaq üçün və yaxud qənimət qazanmaq üçün və yaxud öz qəbiləsinin başını uca eləmək üçün, qohumlarını qorumaq üçün döyüşə gedirdilər. Belə gedən insanlar ki, bizim rəvayətlərimiz var bunun barəsində, onlara heç bir mükafat Allah tərəfindən verilmir. Lakin bəzi hallarda evində oturan insan, amma yaxşı işi, məsələn, cihadı niyyət eləyən insanlar üçün Allah mükafatlar da təyin edir. Asim ibn Qutaba deyir ki, bizim qəbiləmizdən Mədinə əhlindən bir nəfər var idi. Qızman adında bir şəxs idi. Peyğəmbər hər zaman dedi ki, Qızman cəhənnəm əhlidir. Gəldi döyüşlərin birində, Ühud müharibəsində Qızman müsəlmanlarla birlikdə gəldi, müharibədə iştirak elədi. Və tarix yazıb ki, 8 müşriki də cəhənnəmə vasil elədi. Həmin döyüşdə Qızman yaralandı, ağır yaralandı. Onun qəbiləsindən olan insanlar onu çıxartdılar, gətirdilər kənara. Dedilər ki, Qızman,
cənnət sənə müjdə olsun, sən ağır yaralısan, inşallah Allahın mükafatı səni gözləyir. Bu üçün narahat halda cavab verdi, dedi, cənnət nədir ki? Hansı Allahın mükafatından danışırsınız? Mən sadəcə özümə sığışdıra bilmirdim ki, müharibə gedir, mən də evimdə oturum. Yoxsa nə Allah, nə onun dini mənim üçün önəmli deyil. Biraz keçdi, deyir, ağrı ona o qədər şiddətləndi ki, oxu deyir, götürdü, damarlarını kəsdi və özünü öldürdü. Baxın, öncədən Peyğəmbər Əkrəm həmin şəxsin barəsində deyir ki, qızman cəhənnəm əhlidir. Çünki bu insanın niyyəti xarab idi. Ona görə bizə deyiblər, ilk növbədə niyyətlərimizi düzəltməliyik ki, biz günahlardan çəkinə bilək. Nə qədər niyyətlərimiz saflaşmayıb, paklaşmayıb, biz hər nə qədər özümüzü də məcbur eləsək və yaxud yaxınlarımızı da məcbur eləsək, bu müvəqqəti günahdan çəkinmək olacaq. Siz özünüz də şahid olmusunuz. Bəzi insanlar var, məsələn, bir dostundur, hey qoruyursan onu ki, günaha getməsin. Elə ki, məsələn, bir 3 gün sənin nəzərindən kənara düşdü, görsən getdi günaha. Səbəb nədir? Bu insan öz niyyətini elə saflaşdıra bilməyib. Öz niyyətini saflaşdırsa, o zaman onun günaha getməsi də mümkün olmazdı. Boğazım nə pis qızılır. Su verin. Yaxşı, keçəcək. Azı süzmüşəm və kola verin, bir qurtum. Bir qurtum için. Yəni bu hissəni olsa da kameranı tərpədirəm. Bu çəkiliş getsin, olsa da yerimiz də çoxdur. Sən qoy yanma, aldı götür bir qurtum. Orada yer var. Sağ olun. İslam müharibələrindən ən çətini, ən ağır müharibələrdən biri Təbuk müharibəsi olmuşdu. Təbuk müharibəsinə bir iddə insan getmədi. Bəzi insanlar da yolun çətinliyində, yolun yarısında qayıtmaq qərarına gəldilər. Və qayıdırdılar, sonradan Allahın lütfü sayəsində peşman oldular, dönüb gəlib yenə də Peyğəmbərimizə qoşuldular. Təbük müharibəsinin çətinliyini mən həm yay vaxtına düşmüşdü, qızmar istiləri idi, həm də müsəlmanların maddi zəif dönəmləri idi. Tarix yazıb ki, 10 nəfərə bir dəvə düşmüşdü. Yəni növbə ilə 10 nəfər dəvəyə minə bilirdi. Tarix yazıb ki, İslam qoşununun azuqəsi çox az miqdarda xurma və bir az da iylənmiş heyvan piyi idi, qoyun piyi məsələn. Bir az da arpa idi. O qədər bu az idi ki, tarixdə yazıblar, bir nəfər çox həddindən artıq acıyarkən bir xurmanı ağzına qoyurdu, onu biraz sovururdu, şirinliyi ki ağzına gəldi. Ondan sonra xurmanı çıxarıb bir qurtum üstündən su içirdi ki, o şirə onun mədəsinə getsin, biraz toxtasın. Və növbəti insan o xurmadan istifadə edirdi. Yəni, bu qədər çətin bir zaman idi. Mən istəyirəm o müharibəni bir gözümüzün qabağına gətirir ki, nə qədər ağır şərtlər çərçivəsində müsəlmanlar müharibəyə getmişdilər. Həmin müharibədə Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, Mədinədə elə insanlar var ki, öz evlərində qaldıqları halda bizim bütün əməllərimizə şərikdirlər. Müsəlman ordusunun əsgərləri çox təəccüblə Peyğəmbərə dedilər ki, ya Rəsulallah, bu necə ola bilər? Biz bu qədər ağır çətinliklərə dözdüyümüz halda, onlar evlərində oturduqları halda bizi ilə şərikdirlər. Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, bəli. Onların bəzi səbəbləri var idi gəlməmək üçün. Bəzi onların bir hallar baş vermişdi ki, hər hansı bir üzürləri var idi gəlməmək üçün. Lakin niyyətləri bizə qoşulmağı idi. Bütün niyyətləri bizə qoşulmağı idi, Allah eyni savabı onlara verir. İmam Hüseyin əleyhissalamın şəhadətindən sonra hamınız eşitmişsiniz, Cabir ibn Əbdillah Ənsarinin İmam Hüseyin əleyhissalama gəlib ziyarət etməsi. Ətiyyə deyir ki,
Cabir İmam Hüseyn əleyhissalamın qəbrinin üzərində buyurdu ki, Allah sənə şükürlər olsun ki, bizi İmam Hüseynin yar-ı ənsarından qərar verdin. Ətiyə deyir, mən təəccüblə soruşdum ki, Cabir, bu nə böyük iddiadır sən edirsən. Axı biz orada iştirak eləməmişik. Burada mən Allah Rəsulundan eşitdim ki, hər kim bir xalqın işinə razı olsa, onlarla bərabərdir, onlarla birlikdədir, onlarla birlikdə həşrə gələcək. Bugün dünyanın hər yerində, hər hansı bir hadisə baş verirsə, bizim o işə münasibətimiz, bizim cərgəmizi, hədəfimizi bəlli edir. Sən nəyə razısan? Dünyada məzlumun yanındasan, ən azı fikrinlə, ən azı düşüncünlə, yoxsa o məzluma zülm eləyənin işi ilə razısan. Bu çox önəmlidir. Bugün şərqdə və qərbdə fərq eləməz. Hər hansı bir yerdə bir zülm baş verirsə, sən daxilində ən azından o zülmə bir etirazın olmalıdır və o məzluma bir ürək yanğını olmalıdır. Və dinimiz də bu məsələləri meyar bilir. Həzrəti Əli əleyhissalam buyurur ki, insanlar bir yerə toplayan və onları bir araya yığan yalnız onların razılıq və qəzəbidir. İnsanlar bir yerdə buna görə cəm olur ki, bir şeyə razıdırlar və eyni bir şeydə qəzəbləri var. Bu insanları bir araya gətirən amildir. Ona görə dinimiz bu məsələlərə çox həssas yanaşır. Üçüncü fərq də bundan ibarətdir ki, dedik ki, dünya qanunlarına görə, insanın düşüncəsinə görə cəza tətbiq olunmur. Görəsən, bizim İslam dinində də düşüncəyə görə cəza tətbiq olunmurmu? Yəni, insan günah düşünərsə, bildik ki, pisdir, olmaz, dinimiz icazə vermir. Bəs günahı biz düşünəndə ona günah yazılırmı? Bu çox bizə ünvanlanmış suallardan biridir. İnsanın günah düşüncəsi insana əməl dəftərinə günah yazırmı, yazmır. Ariflərdən biri deyir ki, əlbəttə Rəcəb Əli Xəyyatın həyatından bunu nəql edirlər. Deyir, bir gün evdən çıxanda mən bir bəyənilməyən bir işin, məkruh bir işin barəsində düşündüm sadəcə. Zehnimlə keçdi. Gəldim, deyir, bazardan keçəndə orada bir heyvan var idi. Ayağını elə atdı ki, az qaldı mənə dəysin. Və mənə dəysəydi, mən xəsarət alardım. Yaxşı ki, dəymədi. Mən çəkindim, yayındım o zərbədən. Sonra özümə düşündüm ki, görəsən bunun səbəbi nədir? Baxın, arif insanlar daim qarşılarına çıxan hadisələrdə mütləq özlərində səbəb axtarırlar. Bizim kimi cahil insanlar tez Allahı qınayırıq. Allah niyə mənim ruzumu azaldıb? Allah niyə mənə xəstələndirdi? Niyələrdə həmişə Allahı günahkar bilirik. Allah Quran-ı Kərimdə bir ayə vasitəsilə bizlərə başa salır ki, bu ayədə həmişə dilimizin zikri olmalıdır. Həmişə insan bu zikri etməlidir. Yunusiyyə zikri deyilir buna. Həzrət Yunus Peyğəmbəri ki, balıq udmuşdu, balığın qarnında olarkən başa düşdü və etiraf elədi. Allah misal buyurur ki, biz Yunusi bu etirafına görə nicat verdik. La ilahe illa ent, subhanəkə inni kuntu minəz zalimin. La ilahe illa ent. Allah səndən başqa məbud yoxdur. Subhanəkə, sən bütün nöqsanlardan, bütün eyblərdən paksan, münezzəhsən. İnni kuntu minəz zalimin. Mən özümə zülm eləmişəm. Bugün bu balıq ki məni udub, bu mənim öz əməllərimin nəticəsidir Allah. Biz hər addımımızda, başımıza hər bir iş gəlirsə, ayağımız daşa dəyirsə, bir tez özümüzə dur deyək. Deyək ki, Allah, bu hansı günahımın səbəbidir, bu hansı günahımın nəticəsidir. Tez istiğfar edək. Biz elə hey Allahı mühakimə edirik. Niyə Allah başqalarına verdi, mənə vermədi? Bir baxaq, özümüzə qayıdaq, özümüzü mühakimə edək. Özümüzdə nöqsanları axtaraq. Ona görə Rəcəb Əli Xəyyat da arif bir insan idi, tez özünə dur dedi. Ki, görəsən bu hansı əməlimin nəticəsi idi? Deyirlər, bir an mükaşifə halında ki, mükaşifə halı
tam yuxu halı deyil. Yuxu ilə həyatın qarışığı olan bir haldır bəzən. Məsələn, arifləri bu halında bəzi məsələləri ilham eləyərlər. Mükaşifə alanda gördü ki, ona deyirlər ki, Rəcəb Əli, sən evdən çıxarkən bir bəyənilməyən işin barəsində düşündün. Cavab verir ki, axı mən o işi yerinə yetirmədim. Deyirlər, axı o uzun qulağın da, o şapalağı sənə dəymədi. Biz də elə sənə göstərdik. Necə düşünmüşdün, göstərdik. Ona görə günahı düşünmək günahdırmı, günah deyilmi bunun barəsində? Ayə və rəvayətləri biz təhlil eləsək, əxlaq nöqteyi nəzərindən günahı düşünmək özü günahdır. Əxlaqı nöqteyi nəzərindən. Amma şəri qanunlar nöqteyi nəzərindən mümkündür ki, insansın, cəza tətbiq olunmasın qiyamətin günündə. Şeyx Bəhai bunun barəsində yazır ki, günah haqqında düşünmək həm şiə və həm də sünni mənbələrində günah hesab olunur. Günahın barəsində düşünmək günah hesab olunur. Fərq eləmir. Bütün məzhəblərdə icma bir nəzər var ki, günahın barəsində düşünmək öz-özlüyündə bir günahdır. Niyə günahdır? Çünki adətən günaha gedən yollar günah düşüncəsindən başlayır. Quran-ı Kərim buyurur ki, şeytanın ləpirlərinə tabe olmayın. Və la təttəbə xutuvatı şeytan. Şeytanın ləpiri, izi nədir? Bizim düşüncələrimizdir. Bizim düşüncələrimizdə günahı cilvələndirir. İnsan oturur bir günahın barəsində düşünür, nəticədə gedir günah edir. Bugün evlərdəki fəsadlar, cəmiyyətdəki fəsadlar adətən günahı düşünmədən başlayıb. Bu günləri sosial şəbəkələrdə, məsələn, oturub o baxırlar, günah kadrlarına baxırlar, yavaş-yavaş onun düşüncəsində, o təfəkküründə bu şeylər formalaşır. Şuuraltı mesajlar gedir insana. Bu, düşmənlərin oyunlarıdır ki, bu cür günahları gözəl cilvələndirirlər kinoların vasitəsilə, serialların vasitəsilə və ailələri məhv eləyirlər. Seriallar nə qədər günahları cilvələndirir. Açıq-aşkar insanı dəyərlərə zidd bir hadisəni elə çəkirlər, elə formalaşdırırlar ki, hamımız oturub baxırıq və o mənfi qəhrəmanın nəticədə nailiyyət əldə eləməsini istəyirik. Bəzi filmlər var, mən istəmirəm konkretləşdirim. Ki, məsələn, xəyanət dolu səhnələrdə, hətta biz də gözləyirik ki, bir bunu tutan olmasın bu xəyanətin üstündə. Gör necə onu cilvələndirirlər. Nəticə etibarından gətirirlər, bunları düşüncələrdə bu toxumu səpirlər. Ona görə şəriət deyir ki, günahın barəsində düşünməyin və günahın barəsində düşünmək özü bir günahdır. Lakin Şeyx Ənsari Fəraid kitabında yazır ki, bu hədislərin mənası, bu ayələrin mənası bundan ibarətdir ki, insan günahın barəsində düşünməsi mənəvi günahdır, bunda heç bir şək şübhə yoxdur. İnsan iradi olaraq, öz iradəsi ilə o günahdan çəkinsə, ona günah yazılmayacaq. Lakin insan o günahdan öz iradəsi ilə çəkinməsə, sadəcə bir maneə onun qarşısına çıxdı ki, o günahı görə bilmədi. Məsələn, evdən çıxmışdı bu niyyətlə ki, gedim mən şərab alım içim, getdi yolda pulunu itirdi, ala bilmədi. Deyirlər, üçün öz iradəsi ilə o günahdan çəkilmədi. Hansısa bir maneə səbəb oldu bu günahdan çəkinsin, onun üçün günah yazılacaq. Ardıca bir söz deyir, ola bilər Allahın mərhəməti ilə ona bağışlansın. Yəni, cəza verilməyə bilər. Çünki günahı hələ ki, icra eləməyib. Bizim hədislərimiz də var axı ki, insan günah barəsində düşünsə, ona cəza verilmir. Amma çox təhlükəli bir sərhəddir. Yəni, bu hədis və rəvayətləri və bu alimlərin təhlillərini insan oxuyarkən görür ki, çox təhlükəli bir sərhəddin kənarındadır. Yəni, bəlkə cəza verilməsinə də yaxındır insan. Çünki öz iradəsi ilə ondan çəkinməyib insan, diqqətli olmalıdır bu məsələlərdə. Quran-ı Kərim buyurur, Zəhərəl fəsadu fil bəhri vəl bəhr
bima kəsəbət əydiyən nas. İnsanların öz əlləri ilə etdikləri pis işlərin ucbatından quruda və suda fəsadlar ortaya çıxdı. Baxın, günah nə qədər acı bir şeydirsə, insan quruda günah eləyir, bunun təsiri hətta okeanlarda var, hətta dənizlərdə var. Quran buyurur da, hətta sularda belə onun öz təsirini siz görürsünüz. Bu günləri, məsələn, dənizin sərvətləri azalıb. Məsələn, balıq dənizdə azalıb. O dövrdə çıxan balıq indi çıxmır. Səbəbi bizim quruda etdiyimiz günahlardır. Allah, mən burada günah edirəm. Ora niyə təsiri var? Deyir, var. Sən özünü tanımırsan. Sənin elədiyin günahlar cəmiyyətdə nə qədər təsir qoyur və öz həyatında nə qədər təsir qoyursan, bunları anlamırsan. Ona görə din bu məsələlərdə çox həssas yanaşır. Başqa bir ayədə Allah Mütəala buyurur ki, sizə üz verən hər bir müsbət öz əllərinizlə qazandığınız günahların, hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır. Hər bir müsibətin nəticəsini özümüzdə axtarmalıyıq. Öz əməllərimizdə axtarmalıyıq. Həzrət Peyğəmbər Əkrəm buyurur ki, ey müsəlmanlar, zinadan uzaq olun. Çünki zinanın 6 aqibəti var. Onun 3-ü bu dünyada insana tapacaq, 3-ü axirətdə insana tapacaq. Həzrət buyurdu ki, o 3 dənə ki, bu dünyadadır, insanın gözəlliyini aradan aparar. İnsanın o yaraşığını, o nuraniyyətini aradan aparar. Çox üzr istəyirəm. Zina eləyən insanlarda hər nə qədər özünə baxsa da, bəzənməyə çalışsa da, baxarsan ki, üzündə bir nuraniyyət yoxdur. Nəsə bir çatmır. Nə qədər bəzənibsə belə çatışmamazlıq görsənir bunun üzündə. Baxın, günahın təsirləri Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, birinci budur ki, sizin gözəlliyinizi aradan aparar. İkinci budur, insana yoxsulluq gətirər, insana kasıblıq gətirər. Həm mənəvi, həm maddi. Və üçüncüsü də insanın ömrünü azaldar. Və axirət cəzaları da bundan ibarət ki, Allahın qəzəbinə düçar olar, insanın hesab kitabı ağır gələr və əbədi cəhənnəm atəşində insan yandırırlar. Ona görə günahın aqibəti çox ağırdır, əzizlərim. Mən müəyyən qədər bunun barəsində danışmağa çalışdım, amma bu mövzuda söz çoxdur ki, insan günahdan çəkinməlidir. İnsan öz şəxsiyyətinə icazə verməməlidir günah etmək üçün. Allah bəzi xislətlər bizim həyatımızda qoyub. Məsələn, Allah bizim fitrətimizdə təkəbbür qoyub. Amma təkəbbürü hey gəlib ayə və hədislərdə də pisləyib ki, təkəbbürlü olmuyor. Bəs Allah, bu təkəbbürü məndə niyə qoymusan? Səbəbi nədir bu təkəbbürün? Allah deyir ki, mən də sənin vücudunda təkəbbürü buna görə qoymuşam ki, sən günahın qarşısında təkəbbür eləyəsən, insanların qarşısında yox. Günahla üzbəüz gələndə o təkəbbürün sənə imkan verməsin ki, Allah məni bəşərin ən üstün varlığı yaradıb. Mənə Allah şəxsiyyət verib, mənə Allah əzəmət verib. Allah axı məni yaradarkən deyib ki, mən ən gözəl biçimdə bir varlıq yaratdım. Özünə Allah əhsən deyib. Allah bu qədər məni tərif edib. Heç rəvadır ki, mən o çirkin, o bulaşıq günahlara tərəf üst tutum. Bu günaha qədəm qoyum. Ona görə hər birimizdən əvvəla özümə və bütün xüsusilə gənclərə mən üzümü tuturam ki, günah qarşısında dözümlü olun. Bu müvəqqəti dünya, fani dünya gəlib keçər, amma günahın izi bizim həyatımızdan heç vaxt keçməyəcək. Allah bizləri günahdan uzaq durmaqda müvəffəq eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.